Salam dostlar, hər vaxtınız xeyir. Deməli, sıvaq işini start verdik. Mən sıvağa vuranda palçıq qumunu qaynadıram. Səbəb odur ki, məsələn, bunu simentin 3'ə 1 qatmırıq normaldır. Mən bunu qatmışam 7'yə 1. Qaynadanda 7'yə 1 qat vur geçsin. 100 il ömrü olur. Mən kubiki də qaynadıram, özünüz bilirsiniz. Kafeli də qaynadıram, sıvağı da qaynadıram. İndi elə evlər var ki, kubiki qaynamayıb. Bilirəm, çox evlər köhnə tikillərdə. Mənim çəkilişimdən sonra görüblər ki, qaynatmaq lazımdır kubiki. İndi bax, köhnə tikillər var ki, evi kubikin qaynatmayıb. İndi problem yoxdur, qaynatmayıbsa gec deyil. Onun sıvağını vurduranda, belə qaynatsın. Özü necə, bunu biraz sulu qatırsan palçığı, sulu edirsən. Burada qaynamağın hardan bilirsən? Bir dənə buranın zəhmət olmasa, bu uca çəkir canına, normal, sıvaq qumu şey olur, normal, hələ belə hazır deyil. Bu hazır olanda çəkəcək canını, ondan sonra başlayıb vuracam. Bu videonu çalışın paylaşın. Ustalarınıza, əgər sıvaq vurduracaqsınızsa paylaşın. Ya vurdurursunuzsa baxın, göndərçi qədər sıvağın qumu qaynadıb vururlar. Özü qaynadıb vursanız 100 il ömrü olur. Garantidə verirəm, başımdan cavab deyəm. Baxın, öyrənin də, görmə aparmayacam ki, buna bax, bəh. Özü 6'ya 1, 7'ya 1 qatın. Problem yox, 8'ə 1 qatın. Çox sağ olun, var olun, Allah köməyiniz olsun.